Bir insan gələcəkdə nə yaşayacağını maraq edirsə, bugün nə danışdığına baxsın. Yalnız olmasını istədiyiniz şeyləri deyin. Xəstə olmaq istəmirəm əvəzinə, mən sağlamam desəniz daha gözəl olar. Qocalmaq istəmirəm əvəzinə, hər zaman gənc qalacağam. Çünki beyin mənfini qəbul etmir. Deyilən hər sözü gerçək kimi qəbul edir. Məsələn, siz unutma dedikdə beyin bunu unut kimi algılayır. Yadda saxla demək daha doğrudur. Birinə panika etmə dedikdə o daha çox panikaya düşər. Bunun əvəzinə sakit ol demək daha uyğun olardı. Bu səbəbdən nə istəyiriksə onu deməliyik. Biri sizi görüb xəstə kimi görünürsən deyərsə, siz buna inanıb təsdiqləyəcəksiniz. Anında o razılaşmanı imzalamış olarsınız və xəstələnərsiniz. Bəzi insanlar xəstəliklərinə möhkəm sahib çıxırlar. Mənim şəkərim var, mənim təzyiqim var, mənim xolesterinim yüksəkdir. Mənim deyərək onu sahiblənirsinizsə, o xəstəlik də sizi əsla rahat buraxmaz. Şuuraltı mən ilə başlayan hər cümləni əmr kimi qəbul edir. Fərqindəlik olan insan isə bədəninin verdiyi mesajdan dərs çıxarar və bu sualların cavabını axtarar. Bilməli olduğumuz nədir? Həyatımda nəyi dəyişməliyəm? Harada səhv etdim ki, bədənim məni xəstəliklə xəbərdar edir? Böyüklərin tez-tez dediyi bir söz var idi, bir şeyi 40 dəfə desən olar. Heç düşündünüzmü niyə belə deyilib? Çünki dil nəyi çox deyərsə, şuuraltı onu gerçək sayar, gerçək qəbul edər və beyin onu həyata keçirmək üçün hərəkətə keçər anında. Müsbət danışmaq, müsbət düşünmək məhz buna görə çox önəmlidir. Ağzınızdan çıxan cümlələri dəyişin ki, həyatınız dəyişsin. Sözləriniz dəyişdikcə düşüncələriniz də dəyişməyə başlayar. Düşüncələriniz dəyişdikcə isə davranışlarınız dəyişər və siz başqa bir insana çevrilərsiniz. Bir baxarsınız ki, yaşamınız söylədiklərinizdən, düşündüklərinizdən və davranışlarınızdan ibarət olub. İndi bu iki cümləyə baxın və hər birinin sizdə yaratdığı hissi düşünün. Bugün hava çox gözəldir, amma sabah yağış yağacaq. Sabah yağış yağacaq olsa belə, bugün hava çox gözəldir. Sadəcə iki söz, amma və olsa belə cümlənin mənası necə də dəyişdi. Birincidə mənfi hiss, ikincidə isə hər şeyə rəğmən xoşbəxtlik hissi olunur. Biz yalnız düşüncələrimizdən deyil, duyğularımızdan da məsuliyyət daşıyırıq. İçimizdəki kin, nifrət və intiqam hissindən yayılan mənfi enerji dünyadakı bütün zərrələri titrədir. Amma içimizdən yüksələn, yer üzündəki bütün insanları, heyvanları, bitkiləri və varlıqları əhatə edən gözəl bir niyyət dalğa-dalğa bütün zərrələrə yaxşının, gözəlin, təmiz, nəcib və uca olan işığını yayır. Gəlin qəlbimizi və zehnimizi sevgi, hörmət, ədəb, incəlik və gözəl duyğularla dolduraq. Sonda bu cür maraqlı və düşündürücü videolar izləmək istəyirsinizsə, YouTube kanalımıza abunə olun.